Qadınların ən sevimli otağı mətbəxdir. Mətbəxindəyəm. Baxıram, mətbəxi hamısı qaydasında, hörmətim. Gözəl xanımlarımız, zəhmət olmasa bir dənə mətbəxə qiymət verin. Mətbəx mebeli yığılıb bütün elektronika avadanlıqları hamısı mövcuddur. Tərtəmizdir. Bu evdə hardasa 2 ilə yaxın yaşayış olub. Amma çox gözəl, səliqəli saxlayıblar. Özüm mətbəxdən başladım ki, bilirəm ki, mətbəxi çox önəmlidir. Televizoru, xaladelniki, hər bir şeyi mövcuddur. Deməli, Maçdağdayıq. 293 nömrəli məktəbə yaxın bir məsafədə. Bax, hazır ev istəyirsinizsə, əşyalı. Gəlin bu evi götürün. 125 mindən çıxartdıq satışa. Giriş hissəsidir, həyəti göstərəcəm sizə. Tam dolu əşyalı. Kondisioner, 2 dənə kondisioneri, yəni heç nə almayasınız. Bir dənə paltarınızı götürüb gəlirsiniz. Bir dənə qonaq otağına baxaq. Hamısı paşti demək olar ki, təzə. Çox səliqəli. Baxıblar, mebeli, hamısı qaydasındadır. Bax, bu otaqda da gördüyünüz kimi, bax, televizoru, divan, stol, kondisioner. Evə bir köpük pul qoymayacağız. Evimizin döşəməsi hamısı isti pulla təchiz olunubdur. Baxdıq, 4 otaqlıdır evimiz. Bir dənə baxaq sanuzyoluna. Yəni şəxsi ev. Şəxsi ev istəyirsiniz, bu da sizə şəxsi ev. Bura birinci yataq otağıdır. Deməli, giriş hissəsi, koridor, mətbəx, isti poldur. Hə, otaqlar şeylə qızdırılır, atopleynlə, radiatorla. Hər şeydə qalır gördüyünüz, yəni heç kim heç nə götürmür. Bu ikinci otaqdır. Pərdəsindən tutmuş var idi, bax. Çox səliqəlidir, bax. Aboyun rəngi ilə yataq dəstinin rəngini hamısını uyğunlaşdırıblar. Təbii ki, aşağı yeri olacaq. Sənədimiz kam qaydasında kupça çıxarmışdı. Torpaq evdir də, yox? Hə, torpaq ev. Burada detskidir, uşaq otağıdır. Yəni bir köpüyü pul qoymayın. 3 sota yaxındır evimiz. 3 sotun içində yerləşir. Həyətini də çəkək sizə göstərək. Bu da həyətimiz. Evimizin fasad görünüşü. Bura terasdır. Burada karovkanın içində kombisi yerləşir. Həyətimizə 2 dənə rahat girir. Yəni sıxlaşdırsanız lap 3 dənə də girir avtomobil. Operator deyir 4 dənə girir. Deməli evimizin aşağısı da izolyasiya olunubdur. Damı da izolyasiyası olunubdur. Bir dənə baxaq bura.